yerdən qar yağır. Oynama demirəm. Qara müəllim, Pirsaat çayında su qalmayacaq. İnanmazdım ki, insanın başı dəvənin ağzına girər. Qara müəllim, bəs deyirdiniz dəvənin boynu düzəlməyəcək. Əvvəz müəllim ehtiyatlı ol, çox yaxın getmə. Əziz tamaşaçılar, Azərbaycanın qorunan ərazilərin Azərbaycan xalqına tanıtmaq, sonra da ətraf mühit haqqında maarifçiliyi gücləndirmək lazımdır. Buna bugünün böyük ehtiyacı var. Qara müəllim, deyirəm bu ərazidə Salyan rayonunun Xıdırlı kəndi ərazisində dəvə yatağı çox münasib bir yerdə qurulub. Həm su var, şirin su, Pirsaat çayın suyu var. Həm duzlu suyu da içə bilir dəvələr. O tərəfdə dəniz suyudur. Yemi də boldur maşallah. Yovşan da var, şorangə də var. Digər yarım səhra və səhra bitkiləri var. Burada bir incəlik var. Bax, bu qışlaqda çoxlu malqara olur, qoyun olur dedik. Amma dəvəyə onun daxili yoxdur. Qoyun ot yeyir, malqara ot yeyir, dəvə isə dəvətkanı yeyir, şorangə, hərdən şorangədə yeyir, hərdən yulğunun o çiçək hissəsində yeyir. Beləliklə bu kol yeyir, o biri mallar isə ot yeyir, ayaqaltı yeyir. Dəvə deyir bizdən işiniz olmasın, biz özümüz yola verəcəyik burada. Bir dənə bala doğan vaxtında dəvəni biraz qorumaq lazım ki, yırtıcı canavar o balanı əldən eləməsin və salam. Yəni başqa dəvəyə heç nə lazımdır. Görürsünüz, o sürüdə baxdıqda indi ayrılmışdılar. Deməli o balanın qayğısını bilirlər, çəkirlər. Ayrılırlar bala vermək istəyən vaxtında və ona qayğı bəsləyirlər. Qara müəllim, görürsünüz, o hürgüclərində ədəbiyyat məlumatında yazır ki, vəhşi halda yaşayanlarda hürgüclər iti olur, balaca olur. Amma mən baxıram, vəhşi halda nümayəndələrində bəzilərində elədir. Amma bəziləri var ki, hürgüclər kifayət qədər iridir. Hətta əhli, hansı ki ev şəraitində, insan tərəfinin təsərrüfatlarında saxlanılır, onlardan da iridir. Yem bazası çox olanda da Əbülfəz müəllim o yağ yığılır oraya, hürgüc iri görür. Qara müəllim, maşallah, xeyləm iri dəvələrimiz var. Pirsaatda da su elə çoxdur. Deyirəm, dəvələr qarası bir 130 litr su içə bilər. Çayı qurtma ehtimal zadı yoxdur ki. O su problemi deyil dəvə üçün burada. O su problemi Qaraqumda, Qızılqumda, o səhra yerlər, geniş böyük səhralardadır. Burada dəvəyə su problemi yox. Qara müəllim, su içməyinə fikir verirsiniz. Yəqin tam su içib, artıq başqa cür yanaşır su içməyə. Fikir verirsiniz, başını əyib, belə köndələn şəkildə su içir ha. Yəni suya ehtiyac yoxdur. Tələsmir. Burada tələsmir. Su boldur da ona görə. Su boldur. Qara müəllim, fikir verin, dəvə oynayır. Deyirlər, dəvə oynayanda qar yağacaq, bir də qar yağar ha. Yox, yağmaz hələ qarında o yiyibdi, suyunu da içdi. Yaxşı da əhval. Və oynayır axı. Atalar misalı var ki, dəvə oynayanda qar yağar. Oynamağı demirəm. Qara müəllim, bəs deyirdiniz dəvənin boynu düzəlməyəcək. Otlayanda görürsünüz, boyun artıq düz vəziyyət aldı. İrəli uzadır, istədiyin götürür, onda düzəldir. Düzəldi ki boynu da. Düzəlmir ha, gəl elə. Gən də əyləcək təzədən. Deyirəm, Qara müəllim, ərazidə kifayət qədər yem ehtiyatı boldur. Dəvələri nə qədər istəsən çoxaltmaq mümkündür. Hə, sən mən də, bəs bütün bu, bax belə bizim bu
zəhmətimizə gəlib bu yerli təşkilatları narahat edib. Bunun da məqsəd odur ki, bu gəlirli təsərrüfatdır. Bizim dədə-babalarımız bundan istifadə ediblər. Dəvələr haqqında çəkilişimizdən sonra Bakı əhli dəvə qutabı yeyənlərin sayı bəlkə çoxalar. Çox Özəl asın, təsərrüfatlarda. çox asın, nə olar? Yesin, halal Axırınızda olsun. nə vaxt dəvə qutabı yeyibsiz Qara müəllim? Mən heç yeməmişəm. Yeməmisiniz? Yox, Allah qoysa mənə elə gəlir ki, bu verilişdən sonra dəvə qutabı yeyəcək. yaxşı. Qara müəllim, bizim o sizin də bir atalar sözü, xalqın gözü bir kitabınız var. Orada vurğulayırsınız ki, övladda nəvə, dövlətdə dəvə. Deyirəm, o atalar misal deyəsən öz gücünü itirib. Beləncə olsaydı, o bizim imkanlı adamlarımızın hərəsinin evində bir 100 dənə, 200 dənə qədər dəvə olaydı. Ümumən o bənzətmədir. O bənzətmədir, onu birbaşa tətbiq üçün deyil. Mənim xoşuma gələn türbənlərinkidir. Onlar deyir ki, evlad süddür, nəvə qaymaq. Biri dəvəmiz vardı, nərlərdən. Bu nərlər çox kinlidir. Çox, aqressivdir çox. Özdə necə deyim, ailə başçısı, yəni bu insanlarda belə deyir, lotudur. Dəvələrdə də elədir. Mütləq, onun qabağını keçmək mümkün deyil. Hansı bir başqa dəvə onun qabağını keçsə, basıb öldürür. Dəvə məhkəməyə verə bildinizmi? Məhkəməyə dəvəni verə bilmirdi, dəvə bizi məhkəməyə verir. Dəvə verdi sizə. Adamı da öldürdü, siz də məhkəməyə Ha, indi verdi. o dəvənin nətəri? Saldı başının ağzına. İnanmazdım ki, insanın başı dəvənin ağzına girər. Yaxşıdır ki, başında bu rebok papaqlardır. Papaq çıxdı, kişini çəkdi, çıxartdıq. Dedim, bir də axırıcı olsun dəvənin yanına getmək. O dəvəni buraxdıq söylədim. Dedik, mümkündür də, bunu eləmək mümkün. Sonra kişinin də başı yaralandı, sonra birinin altında bastı, döşünün altında bastı, öldürdü. Sonra dəvəni hardasa tondan artıq gələn çəkisi olan dəvələr güləşdilər hərbi hissənin ərazisində. Qabaq direktorumuz vardı, o da maşınla gəlirdik. Ne elədik, biz dəvəni dəvədən ayıra bilmədik. Bastı, öldürdü, ondan sonra ayıracaqdı. Var dəvələrdə. Öldü. Dəvədə bir şey var ki, nəfəsdir, necə ki bu vəhşilərdə qadətdir də, nəfəsi kəsilməyəcə nədir? Bayaq orada analarla balalar idi, burada da artıq qarışıq sürüdür. Həm erkəklər var, həm dişilər var. Müxtəlif yaş qrupundan olan dəvələr var bir sözlə. Bax, belə qarışıq sürüdə bilməzmədim. Əksəriyyət halda o sürü başçısı erkək qabaqda gedir, o birilər də onun arxasınca hərəkət edirlər. Düzülür hamısı bir-birini dalayacaq, duruna qatar ki. Qara müəllim, bu vəhşiləşmiş dəvələrlə baxıram, bunlar bizə əl verməyəcək. Bunların möcüzəvi bəzi sirlərini biz aça bilməyəcək. Mənə elə gəlir, yaxşı olar ki, özəl təsərrüfatlara gedək. O usta dəvələrin misalında bunlarla daha yaxından tanış olaq. Ay, salam aleyküm. Hoş gəlmişik. Necəsiniz? Qardaş, itlər yoxdur burada, yaman qorxa-qorxa gəldi ya. İtler hava isti olduğuna göre kölgede yakışıklar. Güzel kadar. Yaxşı gələr, yaxşı gələr. Qardaş, yaman bəd itlərim var ha. İttiler saklayanda gerek yakışık saklayarsan ki fermanit koruyor.
Təsərrüfat sahilən o itlərdir. Qara müəllim itlərdən yaxşı qorunduq, ha, yaxşı qurtardıq. Yaxşı eşidirlər sizi. Yox da eşitməsə olmaz ki, saxlayırıq ki. Tərbiyəli etdi ki, sahibini eşitdi. Sahibin eşitdi. O tərəfə gedə bilərik indi dəvələr tərəfə. Qorxuram mən itlərdən. Ona zəhmət olmasa o itləri çəkdirin də oradan. At gəlmə. Əvvəs müəllimin baxdığım qoyunlar pisdir. Yaxşıdırlar maşallah. Yaxşıdırlar, maşallah, Allah sağlıqlarına qismət eləsin. Hiss olunur ki, yaxşı əldədir. Təsərrüfatçı adamdılar. Təsərrüfat, amma qoyun haqda, at haqda, inək, camış, bunlar haqqında özün bilirsən ki, əhalinin kifayət qədər həm bilgi var, həm təcrübəsi. Dəvəyə ona aid elm olmaz. Ona görə dəvə haqqında məlumat azdır. Maarifçiliyin burada böyük rolu var. Baxmayaraq ki, ev heyvanıdır. Bəzi vəhşi heyvan haqqında bilgi çoxdur əhalinin. Nəinki bu ev heyvanı olan dəvə haqqında. Dəvələr Şimal Amerikada formalaşıblar. İlk dəfə Şimal Amerikada əmələ gəliblər. Bəli, oradan keçib, Cənubi Amerikaya, oradan da keçib, Avrasiya, oradan sonra da Afrikanın şimalına. Afrikanın şimalına. Azərbaycanda da ümumiyyətlə səhraların mənimsənilməsi Qara müəllim bu dəvələrlə mümkün olub. Səhralarda nəqliyyat olmayıb baxır. Hansı əsas nəqliyyat vasitəsi vaxtilə dəvələrimiz olub. Əhəlləşmiş dəvələrdə hürgüclər nisbətən iri olur. bəli, Orada piy ehtiyatı toplanır. bəli, Təxminən bəzi heyvanlarda o bir 100 kiloqrama qədər çəkidə olur Qara müəllim. bəli olar. Bəzilərində hətta sallanmış vəziyyətdə olur. Sizdə olur elə Əyri vəziyyətlərdə? olur. O qədər iri olur ki, uzun. Hətta saxlaya bilmir. Amma vəhşi halda yaşayanlarda çox xırda olur. Ha, və iti qoyunun olur. quyruğu yağdır, bu da yağdır. Yağ da, bəli. Bu Yağ. da yağdır. Deməli səhrada bunu vəziyyətdən çıxarır, dəvəni vəziyyətdən çıxardan həmin o hürgüclərdə yığılan Bəli, yağdır. yağdır. Həmin o çevrilir. 40 kiloqram təxminən bunun hürgücü 43 litr suya çevrilə bilir. Doğru. Bu bizim iki hürgüclü. Özdə Bəli. oturmaqsın Qara müəllim, heç yəhər azada ehtiyac yoxdur. Görsün nə gözəl şəraitdir. Bəli, bəli. Elə otur orada, sür. Yəhər axtar, nəmli at axtar. Rahat elə budur. Yaxşı. Yun örtüyü də Qara müəllim, elə bu hürgüclərin üstündə də kifayət qədər çox olur. Qalı ən gec orası tökülür. Bəli. Elədir mi Afrika? Ən geci tükün dəyişərkən axırda onların tük tökülür. Elə belə də görünür. Dodağı Dodağı siz iki iki hissədəndir. Sağ hissədən. hissəsi, sol hissəsi. Hətta üst dodağının sağ yarısı ayrı hərəkət eləyə bilir. Sol yarısı təxminən, ayrı hə. hərəkət eləyə bilir. Dişləri Qara müəllim ədəbiyyat məlumatlarında 34, bəzi hətta 38 diş yazırlar. Amma bu dəvələr üçün xarakterik olan üst çənədə 4 kəsici deyil, 2 kəsici dişin olmağı xüsusi vurğulanır. 2 dənə kəsici, üst çənədə 2 kəsici dişlər olur bunların. Çünki kəsmir də yəqin, qopardır. O qədər ehtiyacı yoxdur ona. Hə, görürsünüz. Sonra dişlərin quruluşuna ağzından danışmışkən o dişlərin quruluşundan vurğulamaq istəyirəm ki, bunlarda dişlər o çeynəmə dişləri yoxdur, gövşəyənlərdir axı. Bunlarda o cod bitkilərlə qidalandığına görə aypara şəkilli, qabarıq şəkildəki o cod bitkiləri Əzəbil. rahat əzə bilsin, bəli. Digər onurğalı heyvanlardan, cüt dırnaqlardan fərqli olaraq bunların burun dəli başqa quruluşdadır. Boynunun haçası da elə o hürküşlərin arasına oxşayır. Qara müəllim, Yəhərə oxşayır. quyruğu yerə dəyəcək dəvənin. Yatanda dəyə bilər. Yatanda da yəni. Yatanda- Başqa variantlarda yoxdur. Yox, uzanmayacaq. Uzanmayacaq. Yox. Quyruğu dəyməsin də O yerə. dəvənin quyruğu yerə dəyəndə deyir, sənin arzun həyata keçəcək. O deməkdir ki, dəvənin quyruğu heç vaxt uzanmayacaq. Nəfəs yollarında bunlarda o nəfəs alanda qışda daha yaxşı hiss olunur. Hava verirsən ki, Hava. o hava buğu Hava soyuq görünür. olanda huf eləyirsən, duman kimi Duman görünür. kimi görünür. Bunlarda dəvələrdə səhrada yaşamaqla əlaqədar olaraq tipik uyğunlaşma var. Əsəbləşdi Qara müəllim. Eybi qorxma, Balasını çağırır, balası buradadır. qorxma. Deməli tipik bunlarda uyğunlaşma nədir? Deməli nəfəs verəndə o su buxarı yoxdur nəfəsin içində. Onun təxminən 60%-i
nəfəs yollarında olan xüsusi büküklərdə saxlanılır və ağza təzədən bədənə ötürülür. Təzədən suya çevrilir və Bədənə təzədən gedir Bədənə. su dövranına. Su dövranına gedir. Bu da tipik uyğunlaşmadır, minimal su Bu itirmək. çox səhraya mühüm uyğunlaşmadır. Çox mühüm. Onu səhraya bağlayan da elə əsas odur. Sonra yer gəlmişkən bununla bağlı birini də mən deyim. Deyin. Qırmızı qan simcikləri. Bəli, su içməklə əlaqədar. Su içməklə əlaqədar. Bu yeganə heyvandır ki, bunun qırmızı qan cisimcikləri xırdadır və sayı həddindən artıq çoxdur. Ona görə də sahəsi böyükdür. Oval şəkillidir. Oval şəkilli yeganə heyvandır ki, qırmızı qan cisimcikləri oval şəkildədir. Dairəvi şəkildə olsaydı, onu hara fırlatsa xeyir olmayacaq. Həm də qara müəllim, bu eritrositlər 3 dəfə şişmə qabiliyyətinə malikdir. Su içəndə 3 dəfə şişə bilir. Öz həcmini 3 dəfə genişləndirə bilir. İndi bax, eritrositlərin sayına bax. Sayına bax. Ən çox olan məməli heyvanda dəvədən başqa. 1 kub millimetr qana 7 milyon eritrosit düşür. Yeganə bir heyvan dəvədir ki, 7 milyondur, 19 milyondur. 19 milyon. Gör indi Və bunun, 3 dəfə də şişə bilir. bəli, gör indi bunun nəfəs almağa imkanı, soyuqda qalmağa imkanı, bədəni qızdırmağa imkanı Təsdiqləyir qara müəllim. təsdiqləyir. Bəli deyir. Bəli deyir. Nə qədər böyükdür. Pallasdan tutmuş Şimal Qavuzuna qədər, hətta Andrey Qırqoviç Bannikova qədər kim səhraya gedibsə Ərəbistana, dəvə ilə hərəkət edib, dəvənin köməyi ilə də təbiəti öyrənib. Qara müəllim, deyirəm bu dəvəçi qardaşımız İskəndər səhərdən dəvəqədən oca danışdıq. Deyər ki, ay Əbülfəz, ay Qara müəllim, Bakıdan gəlib maşallah, dəvə haqqında o qədər bilikləriniz var. Qoy bəlkə bir ikisini də mən deyim. Bəlkə İskəndər qardaşımız da bir ikisini desin dəvədən. Yəni ev heyvanı kimi dəvə nətər saxlamaq çətindir, asandır. Qoyunla, keçi ilə, atla fərqli buların hansı xüsusiyyəti var? Onların qoyuna keçidən fərqi orada aslındadır ki, bunlar soyuğa çox dözümlüdür. Aclığa dözümlüdür, susuzluğa dözümlüdür. Xəstəlikləri nətərdir? Xəstəliyə də dözümlüdür. Yəni qışda adama heç bir bunlar zəhmət verməyən heyvandır. Əziyyət, yəni bunu Yırtıcılar da yox da demək olar ki. Yırtıcı onlara Canavar ancaq yəqin balasının zadı bunu bəlkə aparar. bir aylıq balasına, bir aylığa qədər balasına dəyə bilir. Bir aydan artıq. Onu da yəqin nəzər alırsınız, ha, özünüz Onu da ayırırsınız, yox? balalayan vaxtı gətirik, evdə burada da saxlayırıq. Ha. Fermada. Yaxşı Balası edirsiniz. biraz böyüyür, ondan sonra İskəndər qardaş balaladan danışdınız, qara müəllim bir yadımana düşdü. Dəvə ayaq üstə doğan heyvanlardır. Dəvə təzə doğmuş balasını yalamır. Yalamır bəli. Tamam düz deyirsiniz. Bütün əksəriyyət heyvanlar, xüsusən gövşənlər yalır. Və bu niyə yalamır balasını? Ona görə ki, ehtiyacı yoxdur. Ehtiyacı yoxdur. Balanı o biri heyvanlar yalayır ona görə ki, onun iyin yırtıcılar, canavar, çaqqal iyin uzaqdan ala bilməz. Təzə doğulmuş balanın spesifik iyi var. Xüsusi iyi var. O iyi yırtıcılar bilir. Bu ise yırtıcılardan qorxmur. Özü dayanır körpə balasının yanında. Ve körpə balasını o qoruyur. Eğer canavar her hansı körpə balanı qəfil aparabilirse, o bunun özünün səhlənkarıdır. Biraz aralanır, o da fürsət tapır aparır. Yoksa bu yanında ola heç bir yırtıcı onun balasını apara bilmez. Dedi ki, bu kipriklərində bunlarda digər onurğalı heyvanlardan fərqli olaraq 2 cərgə kipriklidir. Cərgə kiprik. Uzundur, qalındır. Yine tozdan korumak. Tozdan qorumaq üçün. Deməli, burun dəlikləri də yarıq şəklindədir. Deməli, tufan olanda səhrada 2 sutka, 3 sutka yatır, sakit, rahat qalır. Tufan ötəndən sonra təzədən yoluna davam eləyir. Gözüne de hiçbir tozdan, Heç girmir, heç nə girmir, özün qoruyur. Buynuzu var dəvənin. Buyunuzu yoktur. Dəvənin buynuzu yoxdur. O birislərin böyük əksəriyyətin buynuzu var. Təsdiqdir, qara müəllim. Evet. Yatanda bilmirəm fikir verdin ya yok. Hə. Evvel dizlerin katlayır, dizin koyur yere. Sonra da arka tarafın katlayır, budunun oynağın koyur yere.
O yerler hamısı döyənəkdir. Döyənəkdir. O döyənek də qara müəllim səhrada qızmar günəşdə. Bəli, bəli, bəli. Qızmar günəşdə 70 dərəcəyə qədər Qarnını sərmir ora. qarnın sərmir. Amma qızmar o döyənəklər ondan tam rahat istifadə edə bilir də. 4 dənə döyənəyin üstündə yatır, qarnına altına hava da keçir və sərin olur. Hava yolu qoyur da sərinləmək üçün. Sərinləmək. Qara müəllim, həm də digər onurğalı heyvanlardan bunların dərisi 2 dəfə qalındır. Dəri 2 dəfə qalındır. Qalındı, bəli. Və əlimi bayaq uzatdırmağa burada əsəbləşmə xahiş edirəm. Və boynun arxa tərəfində qara müəllim bunların xüsusi iyli vəzlər olur. Həmin iyli vəzləri bu səhra landşaftında olan kollardır, ot bitkiləridir, qumadır, daşa sürtməklə öz yerini bildirir. Dəvənin belindən həyat tamam başqa cür görsənir. Mən də ora çıxsam, mənə də başqa cür görürlər. Amma dəvədən böyük fil də var ha qara müəllim. Fil bilirsən, Əlfəs müəllim nəyə görə deyiblər? Gücünə görə deyiblər. Bir də bu bənzətmədir. Bunların heç vaxt fillə dəvənin bölünməz malı olmur. Bunlar heç nə yaşadığı yerlərdə bir-birinə dəxli yoxdur. Fil yaşayır böyük çayların sahilində, dəvə yaşayır səhrada. Təbiətin ayrılmaz tərkib hissəsi olan, möcüzəvi, inatkarlıq, dözümlük simvolu olan dəvədən bir-iki işlər özüm üçün aydınlaşdırmışam. İcazə versin onları deyim. De, Görüm qəbul edirsiniz yoxsa de yox. görüm nədir? Qorxuram, qardaş, İskəndər qardaş, bəlkə bu yavaş-yavaş otursun. Ya mən oturanda mənim yıxılma ehtimalım var. Ay! Ha, əvvəl dizin qoydu yerə. Sonra da bir dizin. Vəssalam. Yaxşı da. Yaxşı. Qorxma. Tirəcək qara müəllim. Uca Tüpürmə. hazırlayıb. Tüpürməz qorxma sözüdür. Deyirəm dəvə susuzluğa dözür. Buradan özümə məntiqi nəticə çıxardıram ki, Əbülfəz ehtiyatlı ol. O sudan da çox özü üçün bu sudan çox ehtiyatla, qənaətlə sərf eləyir. Deyir elə istifadə ki, həmişə istifadə elə. Bir bunu özümə əxs eləmişəm. Dəvə yavaş gedir, uzaq gedir. Atla yarışda qısa məsafədə ata uduzur. Uzaq məsafədə ata qalib gəlir. Ona görə deyir Əbülfəz, xırda uğurlarınla uğunub çox da sevinmə. Elə sevin ki, uğurların axıra qədər geçsin, uzun müddətli olsun. Əvvələn bu heyvan 15 gün susuz qala bilir. Bir ay az qala bilir. Yemək yemir bəli. Yeməyə bilər. Yeməyə bir ay. bilir. Yemir yox, yeməyə bilər. Sonra ən böyük xüsusiyyətindən biri qənaətdir. Bir fikir verin. Bəşəriyyətin 2 ayaq üstə gəzəndən indiyə qədər və neçə milyon il bundan sonra yaşayacaqsa, bir nömrəli həyat şərti qənaət. İslam fəlsəfəsində, İslam dinində də qənaətə çox böyük yer verilib. Bəşəriyyət indən belə yaşayıb qalmaq istəyirsə, gərək qənaətə pozucu münasibəti ləğv eləsin. Qənaəti gücləndirsin. Qənaəti gücləndirmək simişlik demək deyil. Simişlik olanı yeməmək, qarnı ac qoyub artırmaq. Qənaət isə atıb, tullayıb, acları ac saxlamaqla mübarizədir. Qara müəllim, tamamilə doğru buyurursunuz. Deməli, dəvə həm də heç digər onurğalı heyvanların, xüsusilə cütdırnaqlı heyvanların yemədiyi o tikanı da yeyə bilir. Oradan da özümə bir məntiqi nəticə çıxartmaq istəyirəm ki, yəni Qani ol. Qani ol, aza da qani ol. Lazım olanda quru çörəklə də keçsin. Necə ki, dəvə yem olmayanda dəvə tikanınla özünün yem olan tələbatını ödəyə bilir. Bizim babalarımız deyib ki, aza qani olmayan çoxu tapa bilmez. Əvvəl çox yaxın durursan. Qara müəllim, qorxum yoxdur. Axı bayaq dedim axı, mənim uşaqlığım dəvə yunundan hazırlanan ədyalda keçib. Bundan çoxdan tanışlığım var. Bu dəvə yanlara təpi ata bilmir. Arxaya da ata bilmir. Ancaq qabağa, ön ətrafa. Fikir verdiniz, təsdiq elədi. Qalxır təpi, arxa ətrafa. Təsdiq elədi gəndə. Arxa ətraflar təhlükəlidir, qara müəllim. Qabağa da ata bilir, arxaya da yanlara da. Ona görə gedək. Təpik deyir, ya ayaqlayır. Ayaqlayır lazım olsa. Canavarı ayaqlayır.